الرحيم الحمد لله رب العالمين بارك الخلائق أجمعين والصلاة والسلام على رسولنا ونبينا وحبيب قلوبنا وحبيب قلوب العالمين أبي القاسم محمد الله أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد فراحتي بموكب الكتاب الكريم واتقوا الله الذي تساءلون به والأرحام أوصيكم عباد الله ونفسي تقوى الله والناس بإيمانكم إن شاء الله همزنا همزة دعوت edilen ibadət əhvaya və çalışın Allah'ın aslında çalışır benim sözümdür ama vəzifəmizdir Allah bizə vacib buyurduğu işlər veriləcək və Allah'ın bizə haram buyurduğu işlərdən çəkinmək və təqva budur. Bugünkü bəhsim sili rəhmdir ya sili əlham. Riham ərəb dilində qarına deyərlər. Silə də yoxlamağa, birləşməyə. Sili əlham yəni qarından bir olanları yoxlamaq. Bunu da özünüz rahat bilərsiniz ki, qarından bir olanlar kimlərdir? Həm uşağı, danışağı, bir uşağı, ata-ana, oğul. Bu sadə, çox başa düşüləsidir mənim. Amma mənim nəzərəm, Allah təbəşətələ Quran-Kərimdə buyurur ki, qorxun. Bu şeylərdən keçirsiniz Allah'tan istəyirsiniz və qohumlarınız barəsində. Çox təkid olun İslam dinində biz qohumlarımızın vaxtında yoxlayaq və əgər biraz da qıldığımız namaza diqqət edəsiniz, görəsiniz ki, onun sözündə, yəni namazlarımızın sözündə Allah təbəşətələ bizi dəvət edir, cəm formasında yaşamağa, cəm formasında ibadət edir. İbadətləri görürsünüz də cəm formasındadır. Allah buyurur ki, İyyâke na'budu, sənə ibadət edirik, demir edirəm. Amma qohumlarının yoxlamaq barəsində Allah həddindən artıq çox təkid edir. Niyə? Çünki əgər insanlar arasında birlik olmasa, Allah da doğru şəkildə ibadət olunmaz. Və şeytan insanlara daha çox müsəllət olar. Müsəllət yəni şeytanın insanlara daha çox əhatəsi olar, insanlar daha çox azdıra bilər. Bəzi şeylər əks oldu. Yəni, müaxir dövründə, axır zamanda bəzi şeylər əks oldu. Məsələn, texnologiya inkişaf elədi. Biz görüntülü bir-birimizi görə bildik. Zəng vasitələrlə bir-birimizi telefon vasitəsilə əlaqə qura bilirsiniz. Sizdə indi telefon vasitəsilə görüntülü, ondan sonra zəng edib-birlə əlaqə saxlamaq asan oldu. Amma qəlbən bir-birimizdən uzaq. Məsələn, keçmiş əlaqələr yox idi, qocalar evi yox idi. Hətta onların yadıma gəlir, bizim öz küçəmizdə. Məsələn, bəzi qocanı görür deyir, bir evdə yaşayır, soruşardım ki, bu evdə yaşayan bu qoca da, bu ev yəsinin nəyə gidiyyəti tayfasıdır. Sən uşaq da böyle, bir tayfadandır, oğlu yardımın yanında tayfa götürərdi, o qocadan axsaqlarım, onun evində saxlayardı, uşaqlar deyil, onlarına kim baxar? Ne kadar gözəlliydi. İnsanlar mesela heç vaxt xəstəxanasını, mesela xəstəsi aparıb xəstəxanada saxlayıb qayıtmağı düşünmürlər. Heç bir övlad mesela atası, hətta xəstə də olsa belə, başqa bir yerə varmır. Bu zaman mesela oğlan gəlib pis olanda qızın biri aparardı, valideyni özü ilə saxlayardı. Amma özü görürsünüz ki, texnologiyasında ucu görə əks oldu. Biz birbirimizi görürük, yaxın olaq, ama uzaq oldu. Mesela şəhərə geçsin, sorsan bu işin kimdir deyəcək. Bizi təsəvvürlə, və bildik nə üçündür, silə əlham nə üçündür? Mən onu eşidəndə ki, bu xəstədir, bəlkə məsələn, cavan ailə heç bilmir, bu xəstəliyinə necə davranmaq lazımdır. Sən yerini yoxlamalısan, məsləhət verməlisə, yəni çətinlik bir problem olanda. Budur ki, Quran-ı Kərimdə Allah təbarəkətəala bizi dəvət edir, bu onlardan yoxlamaq üçün. İndi bunun da içində iki cür var. Bir var səni yoxlayan qohumlardan yoxlamaq üçün, bir var səni yoxlamayan qohumlardan yoxlamaq üçün. Birincisi öz yerində, yəni səni yoxlayan qohumlardan yoxla. İkincisini Allah daha çox təkid edir. Peyğəmbər də, sünnə də onu təkid edir ki, səni yoxlamayan qohumlardan da sən yoxla. Hətta bir nəfər gəldi Peyğəmbər deyir ki, Rəsulullah, mən qohumlardan yoxlayıram. Onların vaxtında gedirəm, dəyirəm, onların hörmətini saxlayım, bunlar mənə saymır. Peyğəmbər deyir, cənnət sən üçündür.
Zahmet eləsəm üçün. Bir-iki dənə hədis yazmışam, çox acıqlı hədisi. Peyğəmbər siz arxamadı. Yoxlayın qoymanda bizi. Valla biz salam. Hətta salam verməklə olsa belə. Hökumət buyurur ki, böyük məsələn nədir? Sumkalar götürəsən, böyük hədiyyələr aparsan. Əslində bu sumka, bu hədiyyələr da cidden aramızda falsası. Mən həmişə deyirəm, dedim, həccə getməyə nə var ki, Kərbəlaya getməyə nə var ki, gələndən sonra 2 dəfə Kərbəlanın xərcə çıxasa da İslam verməyə. Və yaxud məsələn, indi qonaq getmək üçün fikirləşir ki, indi də mod düşəcək, məsələn, nəsab bir şey aparır, özünə baxalı bir şeylər aparır. Şəriət bunu deyilmir, sadəcə də sənin özün getməyi, özü nədir, özü böyük yana dəyərdir. Əslində biz nə qədər maddi yüklərimizi çoxalsaq, o qədər də bir-birimizdən uzaqlaşacaq. Təsəssüsündə məsələn, mən apar görünməm, o çox gəlsin, o çox axırda yorulacaq. Salavat edin onlara. İmam Muhammed Muhammed sallallahu aleyhi ve sellem ki sil rəhmətə onlarla bir oxular. Və o bir şərbətin bir mağ. Özü bir şey çay da olsa belə, şərbət də olsa. Yəni bizim vaxtda şərbət, o vaxtda şərbət indi çaydır. Və əfsəlmat olsa bihir rəhim, kəfdir əzəqəmə. İmam Muhammed Muhammed çox gözəl sözə deyir, qohmarlarını yoxlamağın ən yüksək mərtəbədə olur ki, onların səhvini bağışlayasın. O səhvi qəlbində saxlayıb böyük edilməsin. Onların səhvini bağışlamaq, özü qohmarlardan ən gözəl nədir? Yoxlamaq anlamındadır. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Vələ təqtə rəhməti qohmarların əmrəkəni kəsin." Və in qətəətkə, əgər ki, onlar səndən kəsdirlər. Mesela bizim Peyğəmbər buyurur ki, bu ismi məkarim əxlaq, mən ən gözəl əxlaq sürdürmüşəm. Demədim, mən məsələn əxlaqın yaxşı sürdürmüşəm. Əxlaqın yaxşıdır ki, sənə hörmət edirlər, sən də hörmət edirsən. Buna deyirlər, bu sürü əxlaq. Quranda deyir, hər cəzəl ihsanı ilə ihsan, yaxşılığın cavabına gəl, yaxşılıq deyil. Amma bir əxlaq var, Peyğəmbər buyurdu ki, mən onun üçün gəlmişəm, bu budur ki, sənə pisliyi ediyənə sən yaxşılıq edəsin. Ona deyirlər, məkarim əxlaq. Yəni, əxlaqın ən üstün dərəcəsi odur ki, sənə pisliyi ediyənə sən yaxşılıq edəsin. Bu çətin bir məqamdır. Amma olası bir şeydir. İslam onun üçün gəlir ki, çətinliklərin bütünlərdə rahat edəsin. Çətinlikləri aramızdan götürsün. Başqa bir rivayətdə İmam Muhammed Muhammed sallallahu aleyhi ve sellem Silətül Ərham Tuzakkil əmal, sili ərham əməllərimizi başlaşdırırlar. Yəni, əgər bizim əməllərimizdə nöqsanlar da olsa, qohmarlardan yoxlamaq, bunları saxlaşdırır. Bizdə necə rivayət var, oxşar rivayət var, rivayətə başa düşmək üçün deyirəm. Deyir ki, Fatimə Zəhra zikri namazın qalığın əgər üstüyü düzəldər. Namaz görürük, namazımızda əgər üstü olanda Fatimə Zəhra zikrin üçüncü namazdan sonra buyurur ki, bu zikir onu düzəldər. 34 dəfə Allah-u Ekber, 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah. Siyahlan da belədir. Gün ərzində gördüyümüz ibadətlər var, ibadət çoxdur. Allah'a görə görülən bütün işlərimiz ibadətdir. Bütün işlərimiz Allah'a görə niyyətini görsün ibadət. İndi onlarda kəmkəsiz olanda İmam Muhammed Muhammed sallallahu deyir ki, qohmarlardan yoxlamaq onu sizdən nədir? Onu sizin kəs-kəsinizi düzəldəcək. Sonra deyəcək, sonra bu işə təm almaq, arzularınızı istədiyinizi çatmaq üçün qohmarlarını yoxlamaq çox mühüm məsələ. Arzunu çatmaq üçün. Sonra buyur və təqfənin bəlva, bəlaları sizdən uzaqlaşdırır. Ağımıza gəlməyən bəlalar, hesabına gəlmir ki, nədir? Hardan məsələn bir dənə çətinlik bir qarşıya çıxar, xoşa gəlməz bir hadisəyə çıxar, vaxt-vaxtla qohmarlarla ilə əlaqə saxlasır, bu iş səbəb olar, o aradan qalxsın. Və yusirul hesab, bu çox mühümdür. Qiyamət günü hesabımızı asan tutacaq. Doğmanla bir vəsiyyəti var, çox acib bir vəsiyyət. Doğman buyurur ki, xəllisin əmələ olun, əməli xalis elə. Fəindən nəqqada vəsirin vəsir. Çünki orada əməlləri yoxlayan çox bilən Allah. Dünyada müəyyən bizliklərdən bir şey qabağa bölə bilər. Qiyamətdə o mümkündür, çünki Allah özüdür. Hakim, şahid eyni adam, eyni varlıqdır. Əməllərə şahid həmin adamdır ki, özü hakim.
Orada müsamaha daha çok lazımdır, orada daha çok lazımdır ki Allah bizim işlərimizə göz yumsun, bıraksın bizi çıxıb gedər. O işlərdən biri ki, səbəb olur Allah müsamaha eləyər, onlardan biri qonlarından yoxlamaq. Yəni, asan tutar, çətin tutmaz. Bundan da mühümlü budur ki, qonlarından yoxlamaq, bunun için ətənsən acab, yatınsan acab. Əcəli Əzrailin yadından çıxır. Yəni, mənası bu ki, Allah ömrü uzadar. Çünki bizim əzəl mayallarla varımızda axı. Əksər öləmlər əsr əzələ gelib çata bilir. Bir işlər görür, bir hadisələr, bir qabağımızda çıxan bəzi işləri görürsən, əzəlimiz nədir yaxınlaşır. Amma nəticə etibarıyla, əgər qohumlardan yoxlasa olsa, sədəqə var, onlar bir alim nəsil, çünki bəzisimiz bilir, silə əhramdır. Silə əhramdır, bunlar nədir? Bizim əzəlimizi aparar, çatdırar tərbiyə vaxtına. Odur ki, doğrudan da, indiki dövrdə. Yəni, texnologiya dövründə özü də bilirsiniz ki, insanlar qohumlar arasında fasıl həddindən artıq çox düşür. O qədər başımız qarışır, bunu eləyək, bunu eləyək, bunu eləyək. Bir də onlar arıq kəsələr gəlib sorağımıza, ancaq nədir? İnsancılarımız da çatadırlar düşür. Amma nəticə etibarıyla ictimai əlaqələrimiz bozulur. Bunu da bilin ki, nə qədər ictimai əlaqələrimiz az olsa, o qədər də ibadətdən uzaq olacaq, o qədər də Allahın rəhmindən uzaq olacaq. Nəticə etibarıyla şeytan da onu istəyir də, insan Allahın nədir? Dəstəsindən, Allahın qoşunundan aysın və ondan sonra onunla təklikdən mübarizə aparmaq asasıdır. Allahın verən əzəmətindən və böyüyünə sizi və bizi uğur şəkildə Quranın ayəsində ki, qohumlarla bir ehtiram göstərin, yoxlayın, əməl edənlərdən qərar versin. Amin. Allah bu gün bu cəmə gələnlərin, ürəyində olan bütün mətləblərin Allah təbarək və təala ən gözəl tərzdə bizə hədiyyə eləsin. Amin. Zamanı zuhurun təcil eləsin. Amin. Bizi də o müzədilərin köməkçilərindən qərar versin. Ahir aqibətimizi bexir eləsin. Məçidən çıxmamış günahlarımızın üstünə qələm çəksin. Əskər və zabitlərimizi İmam pənahında hifz eləsin. Müsəlmanların dünyada vəhdətini bərqərar eləsin. Allah kafirləri, münafiqləri, xüsusən mütəkəbbir insanlar ki, məzlumlara zülm edənlər hamısının haqqını abud eləsin. Amin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd Allahus-samad. Lam yəlid və lam yulad və lam yekun lehu kufuwan ahad. Allahümme salli ala Muhammedin və ali Muhammed. Salavat peygamber ali peygambere. Elhamdülillah düşman olanların mahvud abid olmandan tari peygamber ali peygambere salavat. Allahümme Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Üstam şırlar söyleyin. Şırlar söylemiştim. Sönmüş. Elhamdülillahi Rabbil alemin. Bari'il halâgil ecmaîn. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubina ve habibi kulubil alemin. Ebil Qasim. Ve ala Ali ibn Abi Talib ve ala Fatimete Zehra seyyidetin nisa'il alemin. Vel Hasan ibn Ali ve Hüseyin ibn Ali ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ve Qaim ibn Allahümme salli ala Muhammedin ve أما بعد فقال الحكيم في محكم الكتاب الكريم بسم الله الرحمن الرحيم والعصر إن الإنسان لفي خسر أوصيكم عباد الله ونفسي بتقوى الله ونظم أمركم İnşallah hem sizi hem özümü dəvət edirəm ilahi təqvaya. Allahın vacib buyurduğu işləri yerinə yetirin. Əgər istəyirsiniz Allahın razılığını qazanasınız, müstəhəbləri də yerinə yetirin. Yəni, əgər bu eşqlə yaşayırsınız ki, deyək də yaşayaq. Günü-gündən Allah'a yaxın olaq. Olumsuz da haramla, vacib
koymalıyıq kənara, çünki onlar bizim gündəlik əməllərimiz gəlir, haramdan uzaqlaşaq, vaziyətə geçir. Artıq məşğullardan qorunub müstəhəbbatı yerinə yetirir. Bunda biraz da nədir? Allah'a yaxınlaşalım, biraz da ileri gidelim. Sizin için inşallah Hazreti Aleyhisselam'ın Nahçızalarından 108. kurasında bir neçə cümlə okuyacağım. Çok eşidiləsidir bu manada ki, insan necə Allah'a təvəssül eləsin, necə Allah'a arxalansın, Allah'a söykənsin, Hazreti Muhtemede çok güzel şekilde bizim için beyan edilir. Bunu ki, nə əsəlama təvəssül eləyir, mütəvəssilun. Allah'a təvəssül edənlər, Allah'a çəng atanlar, Allah'a təvəkkül edənlər, ən gözəl surətdə Allah'a təvəkkül edənlərin mənasıdır ki, əl-iman bil, o Allah'a iman gətirirsən. İman belə bu cür ki, demək ki, inandım, bu iman deyil. İnandım deyəndən sonra onun dediklərini yerinə yetirmək imandır. O da Quran-ı Kərimdə çox yerdə Allah Teala deyir ki, yox siz iman gətirmirsiniz, bəlkə müsəlman olursunuz. Çünki iman İslamdan yuxarıdır. İkinci bunu Nəbi Rəsulü, bunu Peyğəmbərinə iman gətirirsən. Allah Teala eləyərlər də, mən həmişə deyirəm, Allah Teala eləyərlər də bizim hamımızla özünü əlaqə qursun. Amma Peyğəmbər seçir. Bu Peyğəmbərlə müjdə əlaqədir. Biz də çalışmalıyıq sözümüzü Peyğəmbər vasitəsilə Allah deməlidir. Yəni, ən azı Allah Peyğəmbərinə and verməlidir ki, bunun xatirinə biz nə? Rəhmin edir. İkinci bölüm cihadı fi səbili. Allah yolunda çalışasınız, cihad çalışmağa deyir. Yəni, elm öyrənməkdə çalışasınız, namazda çalışasınız, günahdan uzaq olmaqda çalışasınız, xeyir işlərdə çalışasınız ki, birinci görəsiniz məsələ o xeyir işlərdə. Ümumi şəkildə Allah yolunda çalışmaq, Allah'a yaxın olmağın ən yaxşı yoludur. Fəənnəhu zirvətul İslam, yəni zəhmət çəkmək Allah yolunda İslamın ən yüksək qülləsidir. Hətta neçə şey var, məsələn, deyirlər məsxələdir də, onun biri odur şeylə gündə deyəsən, tövbə eləyəsən, ona deyiləyən günah eləyəsən. Səhər namazdan sonra da Allah'a yalvarırsan, deyəsən, əstəğfurullah, 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 günah verir. Və namazdan çıxandan sonra elə başlayəsən deyildə qeybətə, yalanlar, günahlara, bu Allah'a məsələ edələr. Bir məsələlər də budur ki, o zaman sana verirlər, deyəsən, Allah mənə ruzi yetir, Allah mənə ruzi yetir. Yoxudur, belə gedəsən, işləyəsən, zahmət çəkirsən. O da burada bu Hazreti Aleyhisselam zahmet Allah'a çatmağın İslam'ın en uca zirvəsidir. Və kəlimətul ixlas, la ilahe illallah demək, ona inanmaq, tevhid kəlməsi Allah'a çatmağın en gözəl yolu deyilən fəənnəhəl fitrət. Çünki bu insanın fitrətidir. Hər bir insan Allah dalıcadır, tevhid dalıcadır. Tapa bilməyəndə gedib məsələn müddət zatdan yapışır. Düz yolu tapa bilməyən gedib müddət yapışır. Və iqamus salat və namazı bərk veriyor. Fəinnaha millətə, namaz dindir. Yoxsa din soruşanda din nədir? Həzrət Əsəsəndə din ama namaz. Quran-ı Kərim özünün çox yerdə deyirlər, namaz var əsasında. Məsələn, Quran o şəxslər ki, yer kürəsində qüdrət taparlar. Biz öyle bir evdə, çöldə, bazarda, indi hələm qüdrətin münasib şəkli var da. Onların birinci iş bu olacaq namazı var. Allah deyir. İnsan qüdrət tapdı. Mesela belə misal deyil ama, mesela sana kəftə mesela futbol komandası yaradıbsa, birinci mesela o hamı görsə səni eşidir, hamı yani xeyriyə cəmiyyət yaratsan, hamı filankəs, yəni səni qabağa çəkir. Allah deyir, sənin birinci işin olsun, cəmiyyət olsun, namazı var. Və itazı zəkat və zəkat verməlisiniz. Fəinnaha hərizətin vacibətdir. Namaz ən gözəl vacibətdir, zəkat ən gözəl vacibətdir biridir. Və son şəhər Ramazan onun oruçdur. Fəinnaha cünnətun minəl iqab. Bu cəhənnəmdən bir dənə qaladır. Yenə çəxərdir. Və hiccül bəytilir və əytimalıdır. Ümumiyyə həccə gedir. Fəinnaha yəlfiyamız həcir. Həccə getmək kasıbçılığın ümmətin arasından götürər.
Ve yelhazan zan. İnsan günahdan töküler, insan günahdan töker hacı yolunda. Ve silatul rahim. Silah-i rahim ediyor. فَاِنَّهَا مَسْرَةً فِي الْمَالِ. Malısı çoxaldar, dövləti çoxaldar silah-i rahim eder. Ve mensaatütün acayip. Acayip alim adından çıxır. Ve o şekilde desin, acayip geçiştirir. Ve sadakatun. Çok da güzel bir söz. Acayip çok güzel izah ediyor. Ve eşkilası bir şeydi ki, adamın ürəyinə aranmış gətirir, bir rahatçılıq. Ve bununla öz gələcəyinizi təmin edir. O söz ki deyirəm, öz gələcəyinizin sözünü təmin edir. Hazret Hüseyin sadaka. Sadaka verir, kasılıcı sözler, 1 manat, 5 manat, 10 manat, 20 manat. İhtiyaclı adama kömürlür. Sirr, eğer gizli kömürlesin, Hazret buyuruyor. Gizli kömürlesin, فَاِنَّهَا تَحْكُمْ خَتِنَا. O iş senin bütün günahlarını örtecek. Kur'an da deyirlər, اِنَّ الْحَسَنَاتِ يُزْهِبْنَ السَّيِّئَاتِ. Yaxşı işler, pis işler toparlayacak. İndi biri açıq şeyləyir, sadaka verir. Ve sadakatın alaniyyen. Aşağı sadakamız 10 yoluna çıkardığımızda 5 kurduğum bu böyle ihtiyacı olan diyor. Maşına dedik böyle sakallı çasıl daha İslam'da olacaklar. Bu ne yiyecek? فَاِنَّهُ تَحْفَهُ مَيِّتِ السُّلُّ. Lan bu sözünü bırak hoşunca. Hoşunca bir falan. Ölülen bir söz ki Allah ölümünü rahat eder. Gel bu iş açık sadaka verilmezde ölümümüzü rahat edeceğiz. Ağrısız öleceğiz. Rahat öleceğiz. Pis hastalıklardan ölmeyeceğiz. Çətinliğiniz olmayacaq. Çünkü bu ölmüdür, ömrün axırında əzab, ölüm əzabına dözmə hərdanmışı görür. Allah ki, atılab sədəqənin gizlisi, pislikləri yapılacaq. Açılıqda sənin ömrü rahat edəcək. Və sənə elmə arifi və yaxşılığı yayacaq cəmiyyət səsində. Fəinnaha nəfyəli məsabəyəli halal. Çünki sədəqə vermək pislikləri insanların arasında çətinlikləri aparmaqdır. Əfizü zikrillah, Allah'ın adını çəkməkdə çox artırır. Boş vaxtlarınızda dedim ki, Subhanallah, Elhamdülillah. Maşında dedirsən, deyən Subhanallah, ya şükür sənə ki, nədir, mənə maşın qismət edirsən. Sağlamsan, deyən ya şükür sənə nədir, sağlam bədənin ayağından gəldim zümən olmasın. Xəstə uzanmamışım, ağrımıram, acımıram. Həqiqən axşamı zikir, ən gözəl söz, Allah'ın adını çəkmək. Hansı adını çəkirsə, Subhanallah deyir, Elhamdülillah deyir, Ya Allah deyir, Allah deyir. Bundan gözəl sözümüz yoxdur. وَرْحَمُ فِي مَوْعَدَ الْمُتَّقِينَ və müttəqi olmağa rəhməti görsün. فَاِنَّ بَعْدَهُ أَسْلَدُ الْبَعْدِ. Çünki Allah'ın verdiği söz en düz sözdür. Eğer Allah deyir ki, bunu belirle, ben sana sözü belirleyeceğim, bundan güzel söz tapmaq olar. Sözü Allah verirlər. وَاَخْتَدُوا بِهِدَانَ نَبِيِّكُمْ. Peygamberimizin hidayetine sarı gelir. Efsal-ı hudya, çünkü en güzel yol Peygamberin gösterdiği yoldur. وَاسْتَنُّوا بِسُنَّتِهِ ve Peygamberin sünnesinden yapışır. Ve teallâhu Kur'an, Kur'an öğrenir. Birbirinize Kur'an öğrenir, Kur'an öğrenir. فَاِنَّهُ اَحْسَنُ الْحَدِيثِ. En güzel söz, en güzel muize, en güzel danışık Kur'an. Ve tefakkahu fîh. Kur'an'da da fikirler. Okuduğunuz ayelerin arasında düşür. Ben İslam Ramazan'dan ama yardıma bir şey düşmüştür. Hazreti Peygamber'in dövründe bir nefer geldi, iman getirdi. Peygamber bir nefer aldı, dedi buna Kur'an öğretti. Bu da Kur'an'ı öğretti, geldi çattı o suresine. Zalzala suresine. Geldi oradan bu ayaya çattı ki, tamam ya Müslümanlar zerretiflerden gerekir. Zerre kadar da kheyir şükürse, əvəzini da görəcək. Kim zərrə qədər də pis işləyirsə, əvəzini görəcək. Dedi, həqiqət deyirlər, deyir, Qurandır da, bu dedi ara. Ötdü Quran çıxıyor. İlman arasındır. Bu kişi gəldi, Peygamber deyir ki, ya Rasulallah, bu gəldi bu ayət səsəndəsini öyrənir, Quran'ın sevgi, o fəqih oldu, alim oldu.
Yani iman getirdi ki kiçik işle görsem Allah benden hesabını verecek, xeyrim verecek, gitti ameli. Yani Hazreti Ali dedi, Kur'an'ı öğrenin. Kur'an'da da tefekkür ediyor. O çağda size dedi, bunu eğilir, namazı göreceksiniz. O ki dini eylemiyor, xeyrim göreceksiniz. Ondan sonra bu işi məstəşbu bir nuri, Kur'an'ın nurundan şəfa axtarmızda. Fəinnəhu şəfa sudur, ürəklərin şəfası Kur'an'dır və əhsulu bittilamətihi. Kur'an'ın oxumağın gözəlləşir, gözəl səslə oxuyur. Fəinnəhu əhsanu bisat. Kur'an'ın da buyurur ki, ən gözəl dastan, ən gözəl söhbət, ən gözəl muizə o Kur'an'dır. Allah'ın belə bizi Kur'an oxumadan edənlərdən qərar versin, axir albatımızı müqsir eləsin, şəhidlərimizi İmam Seyyidlə məşğul eləsin, qazilərimizə, xəstələrimizə şəfaatçılıq eləsin, kişi ucumcuna namazına gəlirsiniz, Allah qəlbinizdə olan bütün niyyətlərinizi qaramıdır, xeyr eləsin, Allah tüm günahlarımızı bağışlanmaq üçün məsələ fazil eləsin, sizi bizdən istəyənlərimizi yerin yerində başlayıb hüfz eləsin, əskər və zabitlərimizi İmam Zaman pənahında hüfz eləsin, Esselamu Aleykum və Rəhmətullah. بسم الله الرحمن الرحيم قل هو الله احد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا احد. Allah